Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirə mətbəxdə. Mən bugün qara plov hazırlayıram. Yəni qara plov deyəndə ki, turşu qovurma deyim, turşu qovurma Bakı turşu qovurması deyir. Bu Cəlilabad qarasıdır bizim. Öz yerimizdə Cəlilabadda bişirilən uşaqlıqdan ağzımızın dadı olan bu qovurmanı xoşlamışıq. İndi də mən həmişə belə bişirəndə hökmandır, yəni turşu qovurma yox, Bakı mətbəxindən yox. Gözümüzü açandan biz bu qovurmanı görmüşük, indi mən onu hazırlayıram plovla, sizinlə bölüşürəm. Yəni Bakı qovurması da eləyirəm, eləmişəm, o köhnə kanallarımda olub. Təzədən yenə çəkib üzü qışa qoyacam inşallah YouTube'a. Soğanı doğrayıram, qəşəng quyruğu ətlə qaynatmıram, əti qaynadıram, bişirirəm o heç. Quyruğu da soğanla qovururam. Quyruğu su ilə qaynadanda əriyir, yoxa çıxır. Yaxşı görünüşü olmur. Ona görə də soğanla qovururam quyruq. Biraz şəkər tozu əlavə edirəm. Biraz duz əlavə eləyirəm. Qəşəng soğanımı qovururam. Bakı qovurmasında bilirik də, hamımız bilirik ki, Bakı mətbəxinin turşu qovurması, turşu, şabalı, ət, soğan. Kişmişlə əriyin qurusu vurulmur. Əlavə qovurulur, süfrəyə qoyuram. Amma bizdə kişmişi də qaysının ərik qurusunu da biz əlavə edirik qovurmanın içərisinə. Bizim ağız dadımızdır. Biraz şirin olur bizdə. Məsələn, Bakı turşu qovurması şirin olmur. Şabalıq da əlavə edirik biz. Hər şey əlavə edirik. Elə hesab edin ki, həm biraz bunun şirinisi var. O qovurmadan bu ayrılır. Şirinisi var, bir də kişmişlə əriyi də içərisinə əlavə edirik. O bizə çox dadlı gəlir. Məsəl üçün, mən bunu xoşlayıram, ailə bunu xoşlayır. Biz hamımız belə qaranı xoşlamışıq, çünki əvvəldən yediyimizdir. Ağzımızın dadıdır. Qəşəng soğan qovruldu, yağa düşdü. Bişmiş ətə əlavə edirəm. Ərik qurusu, turşu, kişmiş. Hamısını əlavə edirəm qəşəng. Bir yerdə ətin suyundan da əlavə eləyirəm. Qəşəng vururam bunu dəmə. Özü üçün bamla bişir. Sarı köftə əlavə eləyirəm. Şabaldını da əlavə eləyirəm. Hər şeyin əlavə eləyirəm. Biraz yenə şəkər tozu əlavə eləyirəm. Qoyuram qəşəng. Ətin suyundan da əlavə elədik. Vam xodda altına da dəmir atıram tavanın. Bunu qoyuram, vamda özü üçün bişir. Bütün bu xuruşlar, həlməl, ət bişmişdi. Soğan da bişmişdi. Orada əlavə elədim. Xuruşlar da yumuşaq, qəşəng bişir. Dadları bir-birinə çıxır. Çox ləzzətli olur. Düyünü hazırlayıram. Qaynanmış suya duzu əlavə eləyirəm. Bildiyimiz qaydada isladılmış düyünü. Əgər axşamdan mən düyü isladıramsa ona duz əlavə eləyirəm. Yox, səhər-səhər isladım. Gün orta bişirəcəmsə axşam çağı. Duzsuz suda yuyuram, düyünü təmiz qəşəng isladıram. Əlavə eləyirəm qəşəng qaynanmış duzlu suya. Qazmaq da əlavə elədim. Qatıqdır, yumurtadır. Biraz mən qonağım var idi, tələsdim. Sən deyən qazmağım elə də tutmamışdı. Amma siz o qazmağı sərəndən sonra əməlli başlı əmin olun ki, qazmağı qızarıb, sonra plovu götürün. Qonaq olduğundan mən tələsdim, bildim də qazmağım alınmayacaq, amma məcbur edim. Yenə biraz süzdüyüm düyüyə su, sarı kök, kərə yağı da əlavə eləmişəm, vurdum dəmə. Qəşəng plovum hazır oldu. Dən-dən, ətirli, ləzzətli. Həm dən-dən, həm də yumuşaq. Mənim quru plov heç xoşlamıram. Və görürsünüz, qazmağım təzə-təzə əmələ gəlirmiş, tələsib götürdüm. Bu da mənim qovurmam, qəşəng, dadlı, ləzzətli, ətirli. Məsələn, biz bu cür sevirik, belə bişiririk. Çox rayonda belə bişirirlər, amma Bakı mətbəxindən də YouTube kanalıma mən həmişə bişirib qoyuram. Yenə də bişirib qoyacam turşu qovurma plovla. Bəh, 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 baxın da plova baxın. Qovurmaya baxın, gəl deyir adama, necə dadlı, necə ləzzətli, necə görünüşü, necə gözəldir. Dadını mən sizə çatdıra bilmərəm, görünüşünü görsədirəm.
Görünüşü necə gözəldirsə, dadı da bir o qədər gözəldir. Sağ olun, sağlıqla qalın.